Salam hörmətli izləyicilər, Neytral Zonada xoş gördük. Bu dəfəki mövzumuz İran-Amerika münasibətləri, hazırki vəziyyət, Rusiya-Ukrayna müharibəsi, Zelenskinin Azərbaycan səfəri və ehtimal olunan bir çox məsələlərlə bağlı olacaq. Öncə İran-Amerika münasibətləri ilə bağlı fikirlərimi bildirmək istəyirəm. İran-Amerika faktiki olaraq indiki mərhələdə danışıqlarda hələ ki heç bir nəticə əldə olunmayıb. Və İranın Xarici İşlər Naziri Abbas Əraqçı İslamabadda oldu. Amma görünən odur ki, orada da hələ ciddi bir nəticə əldə olunmayıb və faktiki olaraq tərəflər yeni razılaşma və yaxud da ki, tərəflərin hər ikisinin də razı ola biləcəyi və yaxud da ki, tərəflərin hər ikisinin də maraqlarına uyğun ola biləcək razılaşmanı ümumiyyətlə əldə etmək niyyətindədirlər və ona görə də indiki mərhələdə tərəflər daha çox ən azından danışıqlar məsələsində daha çox düşünürlər və yaxud da ki, bir-birini təhdid edirlər ki, danışıqlar masasında nələrsə əldə etsinlər. Digər tərəfdən isə biz nəyin şahidi oluruq? Amerika faktiki olaraq 3-cü aviadaşıyıcısını, yəni Bush artıq aviadaşıyıcısı yaxın şərqə gəlib çıxıb və onunla birlikdə 3 əlavə S-minus da faktiki olaraq yaxın şərqə gəlib. Bundan əlavə biz həm də onun şahidi oluruq ki, İsraildə artıq Amerikaya məxsus olan F-16'ların havada yanacaqla doldurulması üçün olan o təyyarələr də artıq İsrail ərazisində görünüb və bununla bağlı da artıq video görüntülər də hətta deyərdim var. Yəni tərəflər paralel olaraq, eyni zamanda paralel olaraq müharibəyə də hazırlaşırlar. Yeri gəlmişkən, məsələn, bir neçə gün öncə İranda hava hücumundan müdafiə sistemlərinin bir fəaliyyəti aşkarlandı. Düzdür, bunu bir çoxları iddia elədi ki, ya İsrail ya da Amerika tərəfi İran üzərinə hansısa dronlar göndəriblər. Amma İsrail tərəfi də bu iddianı təkzib elədi, Amerika tərəfi də təkzib elədi. Yeri gəlmişkən, İran tərəfi də bununla bağlı hansısa bir açıqlama vermədi. Yəni bu onu göstərir ki, İran yeni ən azından hava hücumundan müdafiə sistemləri ya əldə eləyib, ya da ki, əvvəlki olan hava hücumundan müdafiə sistemlərini ya yeniləyirlər. Faktiki olaraq İran hava hücumundan müdafiə sistemlərinin təlimini həyata keçirir. Və artıq Amerika tərəfi də yəni qeyd eləyir ki, İrana Çindən də hava hücumundan müdafiə sistemləri gəlir, Rusiyadan da gəlir və mən əvvəldən də qeyd eləmişdim ki, İranın ən böyük problemi hava hücumundan müdafiə sistemləri ilə bağlı daşına bilən zenit raket kompleksləri idi ki, bunu da həm Rusiyadan əldə etmək mümkün idi, həm Çindən əldə etmək mümkün idi və kəşfiyyat məlumatları da onu göstərir ki, İran tərəfi faktiki olaraq həm Çindən, həm də Rusiyadan bu tip hava hücumundan müdafiə sistemlərini artıq alıblar. Və artıq hər iki tərəfin paralel olaraq yenidən müharibəyə hazırlaşdığını ən azından görə bilirik. Və təbii ki, bu müharibə yenidən başlayacaqsa, yenidən alovlanacaqsa, bu müharibə yenə də təxminən, yəni əvvəlki, yəni 4-6 həftə və bir qədər də daha çox mümkün ola bilər. Və bu müharibə zamanı hesab edirəm ki, ən çox əziyyəti yenə Körfəz ölkələri çəkəcək. Çünki İran Körfəz ölkələrini faktiki olaraq Amerikanın ən azından ona edilən hücumların demək olar ki, heyfini məhz Körfəz ölkələrindən çıxacaq. Daha ən çox da bunu Bəhreynlə və Birləşmiş Ərəb Əmirliklərindən. Çünki Birləşmiş Ərəb Əmirliklərinin faktiki olaraq fəaliyyəti İranın birbaşa maraqlarına zidd olduğunu görürük ən azından və əslində digər ölkələrin də maraqlarına zidd olduğunu ən azından görə bilirik. Ona görə də indiki mərhələdə əgər toqquşmalar baş verərsə, İran bu dəfə də həm neft yataqlarını, qaz yataqlarını bunları vura bilər və əslində bunların vurulması düşünürəm ki, elə nüvə silahının atılmasına və onun vuracağı ziyan da əslində nüvə silahının vuracağı ziyana bərabər olacaq. Çünki o yataqların söndürülməsi ümumiyyətlə çox ciddi problemdir. Ekologiya deyə biləcək ziyanlar çox ciddi problemdir. Yəni bunun qarşısını almaq o qədər də asan məsələ deyil.
O ki qaldı yenidən zərbələrə. İsrail tərəfi də faktiki olaraq İranı təhdid edir və açıq şəkildə bildirir ki, onlar İrana zərbələr endirə bilərlər və bu o deməkdir ki, indiki mərhələdə hər iki tərəf və üstəgəl İsrail bu müharibəyə hazırlıq prosesini yekunlaşdırmayıblar. Mən düşünürəm ki, əgər müharibəyə hazırlıq prosesi yekunlaşsaydı, xüsusən Amerikanın hazırlıq prosesi yekunlaşsaydı, əslində Amerika çox gözləməzdi və toqquşmaya başlayardı. Ona görə də indiki mərhələdə Amerikanın nə vaxt yekunlaşacağı önəmlidir və yekunlaşacağı təqdirdə əgər masada hansısa bir razılıq almasa, mütləq şəkildə biz toqquşmanın şahidi ola biləcəyik. Digər istiqamətdə isə Rusiya-Ukrayna müharibəsində müharibə və ümumiyyətlə proseslər faktiki olaraq əvvəlki formada davam edir və biz sürünən bir müharibənin şahidiyik. Ukrayna tərəfi maksimum müqavimət göstərməyə çalışır. Rusiya tərəfi isə faktiki olaraq toqquşmaları və müharibəni faktiki olaraq toqquşmanı Rusiya tərəfi isə daha çox müharibəni bir qədər kontaktsız aparmağa tərəfdar kimi görsənir. Yəni Ruslar faktiki olaraq əvvəlki kimi böyük qüvvələrlə, canlı qüvvələrlə hücumu həyata keçirmirlər. Çox az sayda, hətta bəzən 2-3 qruplar şəklində hansısa bir əməliyyatları həyata keçirməyə çalışırlar. Yəni Rusiyada maksimum təzyiq eləyərək, paralel olaraq Avropaya da təzyiq eləyərək, eyni zamanda masada Ukrayna məsələsini qazanmaq istəyir. Çünki masada qazanacağı təqdirdə o faktiki olaraq bir müqavilə bağlanacaq və o müqavilə ilə həmin ərazilər birbaşa Rusiyanın tabiçiliyinə keçə bilər. Yəni Rusların yanaşması budur. Və daha sonra bunu misal üçün Azərbaycan kimi, məsəl üçün Azərbaycan heç bir müqavilə imzalamadığına görə Qarabağı daim tələb eləyirdi. Amma Rusiya-Ukrayna müharibəsində hansısa bir razılıq və danışıqlar məsələsində hansısa bir razılıq olunsa, bu artıq gələcək üçün Ukrayna tərəfinin hansısa bir iddiası çox ciddi problemlərə gətirib çıxarda bilər. Ona görə də Rusiya maksimum çalışır ki, sahədə təzyiqi artıraraq maksimum çalışır ki, masada qazansın. Digər tərəfdən Ukrayna prezidenti Volodymyr Zelenskinin Azərbaycana bir səfəri oldu və bu səfərdə əsas gözlənilən məqamlardan biri ondan ibarət idi ki, və Zelenski də qeyd elədi ki, onlar hava hücumundan müdafiə, xüsusən antidron sahəsində bir çox ölkələrlə, həm yaxın şərq ölkələri ilə, həm Avropa ölkələri ilə konkret olaraq Azərbaycanla bir əməkdaşlıq içərisindədir. Mən ötən dəfələrdə də qeyd eləmişdim ki, biz Naxçıvana indirilən dronlara təbii ki, biz bunu qınadıq, bunun pis bir addım olduğunu qeyd elədik. Amma Naxçıvana indirilən dron zərbələri Azərbaycan buna bir qədər də fərqli baxmaq məcburiyyətində qaldı. Yəni biz artıq hava hücumundan müdafiə sahəsinə, yəni əgər Naxçıvana dronla zərbələr endirilməsəydi, bəlkə də biz elə düşünəcəkdik ki, bizim onsuz da hava məkanımız çox ciddi şəkildə qorunur və bizə qarşı hansısa bir problem yaşanmayacaq. Amma Naxçıvana endirilən dron zərbələrindən sonra faktiki olaraq Azərbaycan tərəfi düşünməyə başladı və düşünür ki, antidron sistemləri mütləq şəkildə Azərbaycan üçün son dərəcə vacibdir və bu təkcə İran üçün də nəzərdə tutulmayıb. Bu elə həm də Ermənistan üçün də nəzərdə tutula bilər. Çünki Ermənistan da çoxlu sayda dronlar alır və antidron sistemləri hesab edirəm ki, müasir müharibələr üçün çox önəmli bir vasitələrdir. Yeri gəlmişkən Rusiya-Ukrayna müharibəsini analiz edərkən biz onun şahidi oluruq ki, paralel olaraq həm Rusiya antidron sistemlərinin sınaqlarını həyata keçirir və bunu sahədə həyata keçirirlər. Uğurlu nəticələr də var. Yeri gəlmişkən Rusiyanın da uğurlu nəticələri var və Ukraynanın da uğurlu nəticələri var. Xüsusən Ukraynanın bu İran istehsal olan şahid dronlarına qarşı
ciddi şəkildə uğurlu nəticələr əldə edib və ona görə də Azərbaycanla Ukrayna arasında və Ukraynanın ümumiyyətlə Azərbaycana bu yöndən əməkdaşlıq etməsi hesab edirəm ki, Azərbaycan üçün də məqbuldur. Düzdür, burada siyasi məsələlər də var. Rusiyanın buna münasibəti necə olacaq və yaxud da ki, hansısa bir məsələ. Ümumiyyətlə Ukrayna tərəfindən də qeyd olundu ki, Azərbaycanda da bu danışıqlar məsələsi baş tuta bilər. Yeri gəlmişkən, məsələn, Rusiya tərəfindən buna ilkin reaksiya belə oldu ki, Azərbaycan əgər həm Ukrayna, həm Rusiya, həm də Amerikanın nümayəndələrinin təhlükəsizliyini təmin edə bilərsə, Azərbaycanda da görüş keçirmək mümkündür. Əslində, Azərbaycanın belə bir təcrübəsi var. Çünki həm Amerikanın baş qərargah rəisinin, həm də Rusiyanın baş qərargah rəisinin zamanında Azərbaycanda görüşləri təşkil olunmuşdu. Ona görə də Azərbaycan üçün bu hansısa bir hesab edirəm ki, o qədər də ağır və çətin bir proses olmaz. Azərbaycan bu görüşlərin təşkilini həyata keçirə bilər, mümkün variantdır. Amma mən bu məsələlərə münasibət bildirərkən və yaxud da ki, bu məsələlərlə bağlı danışarkən əlavə olaraq onu qeyd etmək istəyirəm ki, Azərbaycanın onsuz da dron sahəsində bir təcrübəsi var. Çünki 44 günlük müharibə Azərbaycan üçün və əslində dünya üçün bir çox məsələləri ortaya qoydu. Və düşünürəm ki, Azərbaycan bu sahədə işini təkmilləşdirilməlidir, daha ciddi addımlar atmalıdır və dron sənayesini daha da gücləndirməlidir. Paralel olaraq Azərbaycan həm də özü də, yəni təkcə Ukraynadan alaraq bu məsələni həll etməli deyil. Çünki İran-Amerika müharibəsi göstərdi ki, məsəl üçün İran öz gücünə, öz resursu hesabına Amerika və İsrailin qarşısında müdafiə oluna bilir. Düzdür, məsəl üçün dron sahəsində Ukrayna bunu həyata keçirə bilir. Amma Ukrayna digər məsələlərdə xüsusən Amerikadan və Avropadan asılıdır. Yəni pul məsələsini Avropa həll eləyir, silah-sursat məsələsini isə Amerika həll eləyir. Yəni indiki xüsusilə İran müharibəsi göstərir ki, və hər bir ölkənin hesab edirəm ki, özünün silah sənayesi, müdafiə sənayesi son dərəcə güclü olmalıdır və müdafiə sənayesini açıq şəkildə və ciddi şəkildə inkişaf elətdirmək lazımdır. Əgər bu müdafiə sənayesi inkişaf elətdirilməyəcəksə, müdafiə sənayesində problemlər yaranacaqsa, yəni kənarda, yəni biz ən azından hansısa başqa bir ölkələrdən imdad umacağıqsa, hesab edirəm ki, bu Azərbaycan üçün problem yarada bilər və bu xüsusən uzun müddətli müharibələrdə çox mənfi nəticələrə də gətirib çıxarda bilər. Ona görə də düşünürəm ki, Ukrayna ilə əməkdaşlıqla paralel olaraq da Azərbaycan bu sahədə tədqiqatlar aparmalıdır, bu sahədə addımlar atmalıdır və bu sahədə hansısa işlər görməlidir. Hesab edirəm ki, indiki mərhələdə Azərbaycanın atdığı addımlar indiki mərhələdə doğrudur, amma təkrar edirəm, bunu bir qədər də inkişaf elətdirmək lazımdır. Çünki bu inkişaf elətdirilmədikcə və öz istehsalını yaratmadıqca hesab edirəm ki, hər zaman problemlərlə qarşılaşa bilərik. İzlədiyiniz üçün təşəkkür edirəm, sağ olun, var olun.